İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi. Təsəvvür edin, bir göz qırpımında kosmosa səyahət edir, dəniz altının dərinliklərini araşdırır ya da tarixə qayıdaraq qədim şəhərlərdə gəzirsiniz. Bütün bunlar artıq nə xəyal, nə də nağıldır. Bu, virtual reallıq və artırılmış reallıq texnologiyaların gücü ilə mümkündür. Artırılmış reallıqdan virtual reallığın fərqi ondadır ki, artırılmış reallıq real mühitdə artefaktların simulyasiyasıdır və ya isə tamamilə süni mühit yaradılmasıdır. Virtual reallıqda istifadəçilər tamamilə kompüter vasitəsilə yaradılmış bir mühitə düşürlər. Bu, başa taxılan xüsusi qurğular və ya eynələr vasitəsilə həyata keçirilir. Artırılmış reallıq isə ətrafımızdakı real dünyaya rəqəmsal elementlər əlavə edir. Telefonunuzun kamerası ilə ətrafınıza baxdığınız zaman gördüyünüz görüntünün üzərinə virtual obyektlər, məlumatlar və ya digər vizual əlavələr yerləşdirilir. Virtual tədris üzrə startap təsisçisi Rüfət Qulmalızadənin sözlərinə görə müasir dünyanın ən yeni texnologiyalarından olan virtual və artırılmış reallıq insanların real dünyanı daha fərqli və genişlənmiş şəkildə təcrübə etməsinə imkan yaradır. Virtual reallığın bir çox işləyə proqramlarla yaradılır və fərqli sektorlarda istifadə olunur. Game industriyasında uşaqlar, gənclər virtual simulyasiyasında kontrol edən və eynəklərin vasitəsilə özlərini əsl mənada oyunun içərisində təsəvvür edə bilirlər. Məsələn, təhsil sektorunda tələbələr ancaq kitabdan deyil, 3D modellərdən də məzmun anlaya bilirlər. Məsələn, biologiya dərsində insanın anatomik modellərini, tarix dərsində tarixi proseslərin rekonstruksiyası və sayılı imkanlar var ki, təhsildə bunlar baş verir. Tibbdə isə, məsələn, cərrahlar hansı bir əməliyyatlar yerinə yetirirlər, praktika edirlər, treninqlər keçirirlər, real vaxt rejimində diaqnostika edə bilirlər. Turizm sektorunda da bu texnologiyalar daha çox istifadə olunmağa başlayıb ki, səyahətçilər getmədən öncə tarixi yerlər, abidələr, muzeyləri ziyarət edə bilirlər. Gələcəkdə virtual reallıq və artırılmış reallıq texnologiyalarının daha geniş tətbiqi gözlənilir. Müasir şəhərlərin planlaşdırılmasında, elektron ticarətdə, məhsul təcrübəsində, hətta gündəlik iş proseslərində bu texnologiyalar əvəz olunmaz olacaq. Lakin hələ ki, bu sahədə bəzi çətinliklər mövcuddur. VR eynəklərdir, kontrollerlərdir ki, onu hər məktəb ala bilməz. Buna görə də çox sayıda dəstək lazımdır, texnologiyanın dəstəyi lazımdır. Bundan əlavə, müasir texnologiyaların istifadəçilərin sağlamlığına uzun müddətli təsiri hələ də tam tədqiq edilməyib. Nəticə etibarilə virtual və artırılmış reallıq texnologiyaları həm mövcud potensialı, həm də gələcək imkanları ilə həyatımızın ayrılmaz bir hissəsinə çevrilməkdədir. Bu sahədə inkişaflar insanlara daha geniş imkanlar təqdim etməklə yanaşı, həm də yeni texnoloji inqilabın başlanğıcı ola bilər. İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi.